Akonçit və zakonçit çoxlarında çətinlik yaradır. İkisi də bitirmək deməkdir əslində. Amma sual yaranır ki, nə zaman hansını istifadə etməliyim? Akonçit istifadə olunur təhsil yerlərində. İstər universitet olsun, istər məktəb olsun, istər texnikum, kollec fərq eləmir. Hamısında akonçit istifadə edəcəksiniz. Amma zakonçit digərlərində işini bitirirsən, gördüyün işi tamamlayırsan, yəni bunlarda isə zakonçit istifadə olunacaq. Məsələn, on окончил universitet. O universiteti bitirdi. Я закончила дела. Mən işlərimi bitirdim. Biri təhsildir, biri adi bir işdir. Əzizlərim, siz də tez bir zamanda 4-5 aya sərbəst, müəllimsiz kurssuz rus dilində danışa bilərsiniz. Bunun üçün nə etməlisiniz? İlk öncə diqqətlə aşağıdakı məlumatı oxuyursunuz. Həmən nömrə ilə əlaqə saxlayırsınız, əldə edirsiniz və başlayırsınız. Garantiya 100%-dir.